Möhtəşəm bir ev satışa çıxıb. İki yanaşı ev o isə də o evdə təmir işləri gedir. Gəlib iki dost, iki qardaş da yanaşı ala bilər. 5 otaqdan ibarətdir. Qapısının ağzına kimi asfalt yolu dəyərli dostlar. Belə bir maşın üçün əlavə jalüz darvazı, burada piyadalar üçün kaletka qapı. 1 və 2-ci mərtəbə monolit beton, hər iki mərtəbə isti döşəmə və 2-ci mərtəbənin yekunda 20-nin 40-a beton kəmər atılıb. Pəncərə başları isə 40-ın 40-adır. Fundament 60-ın 60-a karkaz beton, 16 armaturla hörmətli dostlar. Full təmirə sahibdir. 1-ci və 2-ci mərtəbə istipol və monolit betondur. Daxil olaraq ilk mərtəbədən solda yerləşir. Dəhlizlə solda yerləşir belə bir zal hissə. Görün necə gözəl təmir olunub. Gizli işıqlar, spodlar və lüstrlar qoyulub. Əlavə olaraq burada yerləşir belə bir mətbəx sahəsi. Mətbəxdə kulçatorların elektrik paylaçının sayına baxın, burada paltoriyan və soyucu üçün əlavə xətlər nəzərdə tutulub, kanalizasiya xətləri. Qaz xətti mətbəxə daxil edilib. Burada arxada 1,5 metr enliyində məsafə saxlanılıb xanımların paltar asması üçün. Həyətin ön hissəsinə deməli görüntünü pozmamaq məqsədi ilə burada paralel olaraq yerləşir. İlk mərtəbənin kiçik ölçüyə sahib yataq otağı. Təxminən 3-ün 3-ədir, 9 kvadratdır. Qonaqlar üçün, yaşlı şəxslər üçün deməli nəzərdə tutulub. Bu sanitar qoşaqda əlavə avadanlıqlar olduğu üçün bağlıdır. Üst hissədə də var sanitar qoşaq. Hər iki mərtəbənin özünə məxsus sanitar qoşağı var. Üst hissədə göstərəcəm. Ölçüsü amma çox yaxşı. Təxminən deməli 1,60-ın 3 metrə sanitar qoşaq hissə mövcuddur. Kollektor sistemi burada yığılıb ilk mərtəbənin. Masazırda yerləşir. Hörmətli dostlar, qiyməti 139.000 manatdır. Real qiymət müəyyənləşdirilib. Darvazanın önünə kimi asfalt yoldur. Geniş tam yaşayışlı məhəllənin kənarında yerləşir. 2-ci mərtəbədə də otaqlar yenə də eyni qaydada dəhlizdən paylanır. 2-ci mərtəbənin kollektor sistemi buradadır. Buradan heyvan sahəsinə çıxış var. Bax, belə bir oval formada heyvan sahəsi mövcuddur. Çox hündür, rütubətdən, nəmişlikdən kənar. Əla bir ərazidir. Seldə suda daşqındır. Bu ərazi ümumiyyətlə heç aidiyyəti olmur elə şeylərin. 2-ci mərtəbədə isə döşəmə artıq laminatdır. 2-ci mərtəbədə yenə də eyni qaydada isti döşəmədir. Burada belə bir yataq otağı, burada növbəti belə bir yataq otağı. Bütün pəncərələrin qarşısı açıqdır. Qiymət 139.000 manatdır. Masazır Cantəbə ərazisidir. 142 və 569 nömrəli marşrut yollarına qısa ayaq məsafəsində yerləşir. İlk mərtəbənin sanitar qovşağı bunların ölçüsü böyüdür. Duşqabın içində yer qoyulub. Bax, burada görürsünüz qoşadaşla tikilib, ancaq kubikdən istifadə olunub. Qaz su işıq fasiləsizdir. Mərkəzi kanalizasiya var. 1 və 2-ci mərtəbə monolit beton, 2-ci mərtəbənin üstündən pəncərə başları 40-ın 40-a, digər hissələr isə 20-nin 40-a beton kəmər atılıb. Qiyməti 139.000 endirim nəzərdə tutulub. Əlaqə saxlamağı unutmayın. Sağ olun, həll edin.